5-ci testə baxırıq. Bir cins elektrik sahəsinin A nöqtəsinin potensialı neçə voltdur? Demək, burada biz bilirik ki, potensiallar fərqi bərabər olmalıdır. Ona görə də yazacağıq belə. Fi A potensiallar fərqi həm bərabər olmalıdır, həm də gəlin əvvəlcə belə bir qeyd edeyim ki, potensial kimi potensiallar fərqi də delta F'nin özü də aradakı məsafə ilə tərs mütənasibi K2 bölünsün D olur. Bu nöqteyi nəzərdən biz belə bir eynilik yazırıq. Fi A çıxılsın. Bax, A nöqtəsindəkini bilmirik, amma 12 volt olan nöqtəni qeyd edirik. Fi A çıxılsın 12 bərabərdir. Bərabərdir 12. Gəlin belə eləyək. Yox, bərabərdir deyəndə ki, fi A çıxılsın 12 2D məsafədə baş verir. Bu potensiallar fərqi 2D məsafədə baş verir. Ancaq 12 çıxılsın 4 isə D məsafədə baş verir. Bizə deməli belə bir eynilik alırıq ki, məsələn 12-dən 4-ünü çıxanda 8 edir, düzdürmü? Bu zaman fi A-dan 12-ni çıxdıqda, fi A-dan 12-ni çıxdıqda bizə bunun 2 qatını verməlidir. 2 dəfə azalır, 2 dəfə artmalıdır. Tərs mütənasib olduğu üçün 16 olacaq. Ona görə də fi A burada bərabər olacaq. 12 üstə gəlinsin, 16 fi A da bərabərdir 28 volt. Cavab B variantı edəcək.